Mövsümü olduğuna görə bu gün feyxuadan çox dadlı və faydalı soyuq mürəbbə hazırladım. Tərkibində yüksək miqdarda antioksidant olan bu meyvə həmçinin yolla da zəngindir. Bu mürəbbə bişmədiyinə görə bir çox vitaminləri tərkibində saxlayır. Bu yerdə sizdən xahişim mənə dəstək olmaq üçün səhifəmə abunə olmağınızdır. Keçək hazırlanma qaydasına. Meyvəni bol su ilə yaxşıca yuyuram. Hər iki tərəfdən uc hissəsini kəsirəm. Mən blenderdən keçirdim. Siz istəsəniz ət çəkən maşından da keçirə bilərsiniz. Sonra 1 kiloqram meyvəyə 1 kiloqram şəkər tozu əlavə edib qarışdırdım. Bir gün qoydum kənara və gedib gəlib qarışdırıram ki, içindəki şəkər tozu yaxşı ərisin. Sonra bankalara doldurub soyuducuda saxlayıram. Bu mürəbbə qalanda üzü biraz qaralır. Bu onun xarab olması deyil. Sadəcə qarışdırırıq və salam. Bu qədər asandır. Mənə elə gəlir ki, bunu hər kəs hazırlaya bilər. Qışda soyuq dəymənin, qripin əsl dərmanıdır. Belə də sabahları çörəyin üstündə yağla da yemək olar. Çox dadlı olur. Əgər video sizə faydalı oldusa, bəyənməyi unutmayın. Eləyən hər kəsə nuş olsun.